Qızlar, ilk öncə hər birinizi salamlayıram. Xoş gəlmisiniz bu möhtəşəm, məlumat dolu, informasiya dolu və inşallah ki, motivasiya dolu təlimə. Baxın, bugünkü təlimimizin əsas mövzusu qazanc planı və karyeralar olacaq. Təbii ki, qazanc planını dərinliklərinə qədər izah etsəm, burada sadəcə qazanc planına 1 saat, 1 saat yarım vaxtımız gedər. Ona görə mən sizə əsas nüansları, 80% bilməli olduğunuz məqamları bildirəcəm və bir növdə bu təlim yeni başlayanlar üçün və yeni başlamağa addım atan partnyorlarımız üçün olacaq. İlk slayda diqqət etməyinizi istəyirəm. Slaydı göndərmişəm təlim qrupumuza Telegramda. Orada gördüyünüz kimi ortada Livgood yazılıb və oxlarla bəzi platformalar işarə olunub. Bu nə deməkdir? Bu proqramların bu arada 80%-ni mən istifadə edirəm. YouTube Premiumdur, Netflixdir, Canva-dır. Bu yaxında deyəsən CapCut-ı da almalı olacağam, çünki bir çox funksiyasından istifadə edə bilmirəm. Nə üçün Livgoodun ətrafına bunları düzmüşəm? Livgoodla bunların necə bir əlaqəsi var? Canva bir tətbiqdir. Netflix şirkətdir, YouTube şirkətdir, Amazon şirkətdir, Narmobile və Baxel providerlərdir, öz şirkətləri var. Deməli, biz Netflix şirkətindən xidməti alırıq. Hər ay mənim yoldaşım orada ödənişli filmlərə baxmaq üçün 18 manat Netflixə ödəyir. YouTube-da biz reklamlara baxmadan videoları izləmək üçün, YouTube-un bir çox funksiyalarından istifadə etmək üçün aylıq YouTube-a ödəniş eləyirik. Və Amazonda sırf iş quran, Amazonda orada aylıq ödənişlər eləyərək abunəliyindən istifadə edən nə qədər insanlar var və siz əgər bu 4 xidmətdən yararlanmırsınızsa belə, burada elə bir insan ola bilməz ki, desin ki, mən Baxeldən, Narmobile'dan, Azarseldən istifadə etmirəm. Bəs bunun Livgoodla nə əlaqəsi var? Biz Baxelin xidmətindən istifadə edirik. İstər danışıq xidmətindən, istər misal üçün mən daim onlayn internet abunəliyindən istifadə edirəm. Bir saat öncə mənə gəlmişdi ki, abunəliyinizi yeniləyin, əksi təqdirdə yoxsa abunəliyiniz bağlanacaq. Hər ay 15 manat mən ora ödəniş eləyirəm ki, kənarda olanda internetdən istifadə eləyə bilim. Bu gördüyünüz şirkətlər, xidmətlər bizə istifadə etməyimiz üçün xidmət təklif eləyirlər və o xidmətləri istifadə eləyərək öz ehtiyacımızı alırıq, amma bunun qarşılığında heç nə qazanmırıq. Mən YouTube-da reklamsız videolara baxdığım üçün heç nə qazanmıram, Netflix-də filmlərə baxıram, heç nə qazanmıram, Canva-nı istifadə edirəm, elanlar düzəldirəm, bir çox hallarda da heç nə qazanmır insanlar. Amma Livgood bizə öz xidmətini verir, biznes planını verir və biz Livgoodun biznes planından istifadə edərək, ayda sadəcə 17 manat ödəniş edərək şirkətin möhtəşəm üstü iş sistemindən yararlanırıq. Bəli, ayda 17 AZN ödəniş edərək biz həftəlik aylıq qazanclar əldə edirik. Bəs Livgoodun biznes planından necə istifadə edirik? Ümumiyyətlə bu biznes plan nəyə xidmət eləyir ki, biz bu xidməti almalıyıq ki, hər ay 17 AZN ödəniş eləməliyik. Livgood şirkəti 4 ildir dünya bazarındadır. Bu 4 il ərzində şirkət 603 şəbəkə şirkətini geridə qoyaraq Business for Home-da zirvədə dayanıb, nömrə 1-ci sırada dayanıb. Bunun ilk özəyində şirkətin təbii ki, məhsulları gəlir. Nə qədər ki, biz hal-hazırda məhsullarını alıb istifadə etməsək də 212 ölkədə şirkət fəaliyyət göstərir. 212 ölkədə əməkdaşlar alıb onun ən keyfiyyətli məhsullarından istifadə eləyirlər. Yəni şirkətin məhsulu olmasaydı, o heç vaxt 603 şəbəkə şirkətinin arasına girə bilməzdi. Çünki bir şirkətin məhsulu yoxdursa, o şirkət 80-90% piramidadır. Ponzidir və yaxud da başqa bir qeyri-qanuni bir işdir. Şirkətin məhsulu var. Şirkətin məhsullarının Amerika kimi qanuni rəsmi olan bir yerdə 96% şirkətlərin ala bilmədiyi ən təmiz məhsul sertifikatı var. Hətta diqqət eləyin, sol tərəfdə mən şirkətin sertifikatlarını qoymuşam. Orada yan-yana düzülən o nişanlar şirkətin sertifikatlarıdır. Amerika mənşəli sağlamlıq və kosmetik məhsullardır, qida əlavələridir, efir yağlarıdır, essential məhsullardır, nəmləndirici kremlərdir, toniklərdir. Say bitmir. Həqiqətən bir neçə günə mən də inşallah məhsullardan sifariş edəcəm. Həm vitaminlərindən, həm kosmetik vasitələrindən zaten istifadə eləyirəm. Nə üçün öz şirkətimin təmiz məhsulunu almayım? Və bəs
Livgudu nədir? Business for Home-da o şəbəkə şirkətlərini arxaya salacaq, ilk sırada dayandıracaq nədir? Şirkətin abunəlik sistemidir və buna qlobal olaraq affiliate marketing deyirlər. Şirkət məhsulları ilə yanaşı, network sistemi ilə yanaşı, abunəlik sistemi ilə insanları qazandırır. Bu nə deməkdir? Bu, az öncə sizə dediyim Netflix kimi, Canva kimi, Narmobile, Baxel kimi, Amazon kimi bizə xidmət təklif eləyir, biznes plan təklif eləyir. Deyir, bu biznes planı alırsan, tətbiq edirsən, həftəlik, aylıq, pula pul demirsən, amma sadəcə ayda 17 manat ödəniş eləyirsən. Həqiqətən, bax, bu şərtin bu qədər rahat olması şirkəti önə gətirib çıxardır, daha çox insanları qazanca gətirib çıxardır. Özünüzün də gördüyünüz kimi qısa bir müddətdir başlamışıq, amma maşallah olsun 80% insanları qazandırmışıq. Bu da çox gözəl bir statistikadır. Hal-hazırda şirkətin əsas qazanc planından danışacağam sizə. Xırdalıqlarına getmədən sizin hər həftə, hər ay götürə biləcəyiniz qazancdan danışacağam. Bunun ilk əldə edəcəyiniz üst qazancı referal qazancdır. Və siz referal qazanc vasitəsilə öz biznes xəttinizdən, strukturunuzdan 80% qazanc əldə edirsiniz. Diqqət eləyin həmin slayta. Gördüyünüz kimi sol tərəfdə görünən yazılıb bax 1, 2, 3, 4, 5, 6 sıralama və onun önündə gördüyünüz 50%, 10, 5, 5, 3, 2, 2, 1. Bax bu da gördüyünüz sizin dərinliklərə doğru əldə etdiyiniz qazanclardır. Yəni siz ilk referalınızdan, ilk şəxsi dəvətinizdən 50% qazanc götürürsünüz. Bu nə deməkdir? Şirkətə siz gəldiniz, şirkətlə tərəfdaş oldunuz. Bu arada hər ay 17 manat ödəyirsiniz o öz yerində. Amma siz həftəlik, aylıq belə dodaq uçuqladan rəqəmlər qazansınız və bununla yanaşı sadəcə ömrünüzdə bir dəfə şirkətə 68 manat ödəniş edirsiniz. Bu nə üçündür? Birincisi şirkətlə ortaq olmaq üçün, həftəlik, aylıq qazanclardan yararlanmaq üçün. İkincisi şirkətin məhsullarını 50, 70, 75% endirimlə əldə etmək üçün. Yəni siz şirkətlə ortaq olaraq bir çox imkanlara qapı açmış olursunuz. Siz tərəfdaş olduqdan sonra şirkət sizə şəxsi referal link verir. Bu arada biz gələndə belə idi. Daha sonra şirkət bir möhtəşəmlik elədi. Artıq 10 dollara da link verir. Yəni siz 17 manatla başlamısınızsa belə siz o linki götürüb dəvətlərə başlaya bilirsiniz. Amma yenə qazancınızı nağlaşdırmaq üçün şirkətlə ortaq olaraq 68 manatı ödəyirsiniz. Bu öz yerində. Şirkət sizə şəxsi referal linki verdi və siz o linklə şirkətə abunəçilər toplamağa başlayırsınız. Bax, şirkətin biznes planından siz abunəçilər toplayaraq pul qazanırsınız. Linki göndərdiniz, sırf o linkdən qeydiyyatdan keçən insanlar sizin şəxsi referallarınız sayılır. Yəni birinci xəttiniz sayılır. Və siz birinci xəttinizdən, birinci referalınızdan 50% qazanc götürürsünüz. Bu istər 5 nəfər olsun, 10 nəfər olsun, 100 nəfər olsun, bu dəyişməz bir rəqəmdir. 50% qazanc götürürsünüz. Misal üçün deyirəm, siz 3 nəfər dəvət eləmisiniz 10 dollarla. Artıq siz növbəti həftə 5, 5, 5, 15 dollar qazanc əldə edirsiniz. Tərəfdaşlıqla siz dəvət etmisinizsə, bu partnyorlar da qazanmağa gəlibsə, 25, 25, 25, yəni siz bir həftəyə 75 dollar qazanc götürürsünüz. Daha sonra sizin bu dəvətiniz başladı işləməyə. Artıq sizin dəvətinizin dəvəti gəlir. Yəni referalınızın referalı gəlir. Siz ikinci xəttinizdən 10% qazanc götürürsünüz. Yəni misal üçün deyirəm, siz 10 dollarla dəvət etdiyiniz bir partnyordan referalınız olduğu üçün götürmüşdünüz 5 dollar. Dəvətinizin dəvəti olduğu üçün ondan götürürsünüz 1 dollar. Və düşünün sizin dəvətliniz buradakı imkanları görür, başlayır dəvətlər eləməyə. Dəvətlinizin dəvətlisinin dəvətləri olur və bu şəkildə sizin komandanızda dərinlik yaranır. Çox qısaca dərinlik haqqında bir mövzuya toxunacağam. Mənim aktiv, əzimli və çalışqan partnyorlarımdan biri birinci həftə gəldi. Çox gözəl şəkildə bu imkanları gördü və 5 dəvət elədi. Bax, öz komandamdan, partnyorumdan sizə nümunə çəkirəm. Bilmirəm, hal-hazırda təlimdədirsə, özü də sonda fikirlərini deyə bilər. Deməli, 5 dəvət elədi və bu 5 dəvətdən ikisi başladı aktiv şəkildə işləməyə. Növbəti ikinci həftədə
Ailəsində uşaqlar biraz xəstələndi, işləyə bilmədi, özü xəstələndi, qızdırma falan işləyə bilmədi. 3-cü həftədə də o başqa bir yerə səyahətə getdi. Ümumiyyətlə 1 həftə işlədi, o 5 dəvət elədi. 2-ci və 3-cü həftədə işləyə bilmədi. 1-ci həftədə $109 götürdü. 2-ci həftədə a, $60 götürdü, səhv etmirəmsə və dünən həmin xanım $97 pul götürdü. İnanın şokdaydı. Deyir, mən heç bir pul gözləmirdim. Qazanc gözləmirdim, çünki mən deyir 2 həftədir bir qeydiyyat belə edə bilməmişəm. Bəs bu $97 ona hardan gəlib? Dərinlikdən. Dəvətinin dəvətindən, yəni dərinliklərdən, 2-ci, 3-cü, 4-cü dərinliyindən. Xanım gümüş rütbəsindədir. İndi izah eləyəcəm sizə karyeralarda biz dərinlikdən necə qazanc götürürük. Bu belə. Və orada baxın qeyd eləmişəm sağ tərəfdə hər karyera açdıqca siz dərinlik qazancları götürürsüz həftəlik olaraq. Yəni siz elə gəldiniz, bir dəvət elədiniz, o insan başladı dəvət eləmək. Siz bu halda 10-cu, 12-ci dərinlikdən qazanc götürə bilmirsiniz. İndi karyeralarda bunu izah edəcəm. Siz necə dərinliklə dəvətinin dəvətindən qazanc götürürsüz. Deməli, sizə izah edəcəyim növbəti qazanc matching qazanclarıdır. Bizə marketinq planı mən yeni gəlmişdim. İzah eləyəndə həmişə deyirdilər ki, hələ biz referal qazancları, dərinlik qazanclarını wow şəkildə deyirdik ki, nə qədər pullar qazanacağıq buradan, komandamız necə inkişaf eləyəcək, irəli gedəcək, böyük pullar qazanacaq həftəlik, aylıq. Amma matching bonuslarına gələndə deyirdilər ki, siz ən çox matchingdən qazanacaqsınız və bunu get-gedə indi siz də bir neçə dəfə dinləyərək, izləyərək, görərək bax belə slaydlarda anlayacaqsınız ki, həqiqətən də matching qazancları ilə siz daha da gözəl qazanclar götürəcəksiniz. Baxın, orada sadəcə 4 partnyor qeyd eləmişəm. Heç 10 dənə, 15 dənə dəvətlidən danışmıram. Siz tutalım ki, 10 dənə xanımı şəxsi referalınızdan keçirdiniz. Amma bu 10 xanımdan sadəcə 4-ü başladı işləməyə. Və xanım dəvətlər elədi, onun dəvətlərinin dəvətləri oldu, gümüş oldu, qızıl oldu və bu xanım, bax yuxarıda yazdığım rəqəmlərə baxın, $200. Bu xanım $200 qazanc əldə elədi Matrix-indən, yəni ümumi komandasında olan şəxslərdən. Və Sevdə xanım $200 qazandı, sizin dəvətliniz Sevinç xanım $100 qazandı, Sevgi xanım $100 qazandı və Səma xanım $200 qazandı. Siz həmin bu xanımları dəvət edən sponsor olduğunuza görə ömür boyu bu xanımlardan 50% matching qazancı götürürsünüz. Bu təklif, bu imkan axı hansı şirkətdə var? Sən dəvət etmisən deyə dəvətlinin qazancının 50%-ni götürürsən. Sevdə xanımdan $100, Sevinç xanımdan $50, Sevgidən 50, Səmadan 100 qazanc götürürsünüz. Yəni ümumi $400 siz partnyorlarınızın qazancından əldə edirsiniz. Sizin referal qazancınız, dərinlik qazancınız, matrix qazancınız, bunlar hamısı o tərəfə. Bu başqa bir qazancdır. Və indi düşünün ki, sizin 3 aya, 5 aya, 1 ilə 15, 20, 30 şəxsi dəvətliniz olur. Nədir? Bu cür marketinq plana insanları dəvət etmək 2 vur 2-dir. Tunçdamaq kimi bir şeydir. Yəni sadəcə ürəkli olun, imkanlardan danışın, gözlərinizdən alov çıxsın bu imkanları danışarkən. Və inanın mənə, o zaman qarşınızdakı insanın sizə yox demək kimi bir yeri qalmayacaq, bir imkanı qalmayacaq. Və siz tutalım ki, deyirəm, 30 nəfər 5 ayda dəvət elədiniz komandanıza və bunlardan 10 nəfər Matrix qazancı əldə edir. 200, 300, 400, $500. Yəni düşünün, onun qazancının 50%-ni siz əldə edirsiniz. Görün bu rəqəmlər hara gedib çıxır. Oturun, hesablayın qazanclarınızı. İlk öncə danışacağımız karyer bizim ilk addımımızdır, ilk rütbəmizdir. Ən şirin, ən dəyərli, heç vaxt unudulmayan. Həqiqətən də mən digər şirkətdə, illər öncə çalışdığım şirkətdə 3% olanda, yəni bu o qədər gəldim və bir saata dövriyyəmi eləyib 3% oldum. İndi məni təbrik eləyirlər 3% kimi.
Az qalmışam ağlayım. Bilmirəm ağlamışdım yoxsa yox, yalan deyə bilmərəm. Amma dizlərimin əsdiyi yadımdadır. Çox həyəcanlanmışdım. Və siz əgər bu imkanları həyatınızın mərkəzinə qoymusunuz, deyirsiniz ki, mən Livgoodla həyatımı dəyişəcəm, xəyallarımı gerçəkləşdirəcəm, ev tikəcəm, maşın alacağam, daşıma borclarımı bağlayacağam. Yəni əgər siz buna inanırsınızsa və bunu hədəf olaraq qarşınıza qoymusunuzsa, inanın ki, mənə bu karyeraları açdıqca sizi bir həyəcan götürəcək. Ağlayacaqsınız, kövrələcəksiniz və bu karyerləri yaşayacaqsınız sevincini inşallah. Nə edirik bronz olmaq üçün? Sadəcə və sadəcə 2 şəxsi dəvət eləyirik. Fərqi yoxdur. $10 fərqi yoxdur. Tərəfdaşlıqla gəlib $40 eləyib. Sadəcə 2 şəxsi dəvət və siz bronzsuz. Təbii ki, 2 şəxsi dəvət etdiyiniz üçün dərhal həftəlik qazanc əldə edirsiniz. Harda var bu imkan qızlar? Ay gözlüyüm, direktor olum, ay gözlüyüm 3 ay, 5 ay, hansısa rütbəyə gəlim, hansısa karyeraya gəlim, ondan sonra qazancımı götürüm. Belə şeylər yoxdur. Gəldiniz, bir dəvət belə etdiniz, dərhal həftəlik qazanc. Və baxın, mən sizə az öncə 2 saat öncə izah eləyirdim, referal qazanc, deyirdim dərinlikdən siz hər həftə qazanclar götürəcəksiniz, get-gedə işləmədikcə belə pasiv qazanclarınız olacaq. Bax, indi onu sizə izah eləyirəm. 2 şəxsi dəvət, sizin 2 şəxsi dəvət edərək ikinci dərinliyiniz açılır. Bu nə deməkdir? Siz həmin bu 2 şəxsi dəvətdən 50% qazancı götürdünüzmü? Götürdünüz. Və bu 2 şəxsi dəvətin bundan sonra nə qədər dəvəti olacaqsa, siz 10% qazanc götürəcəksiniz. Onların da dəvətindən. Misal üçün 2 şəxsi dəvəti etmisiniz, oturmusunuz. Gələn həftə işləyə bilmədiniz, dəvət eləyə bilmədiniz. Amma misal üçün deyirəm, buradakı xanımlardan biri Səma xanım 10 dənə dəvət elədi, şəxsi dəvət. Siz növbəti həftə bu 10 nəfərin hər birindən sponsor qazancı götürəcəksiniz. Yəni bronz olduğunuza görə qazanc götürəcəksiniz. Bu möhtəşəmdir qızlar. Karyeraları açdıqca bu qazanclar, bu dərinliklər çoxalacaq və inanın ki, möhtəşəm rəqəmlərə doğru gedəcək. Bronz karyerasını biz sadəcə 2 şəxsi dəvətlə açmışdıq. Gümüş karyerasında isə şirkət bizə bir neçə variant verir. Digər karyeralarda da belədir, rütbələrdə də belədir. Ümumiyyətlə, bu da şirkətin nə qədər unikal imkanlarının olduğunu göstərir ki, bizə demir ki, get, misal üçün deyirəm, 20 dənə şəxsi dəvət elə ki, sən gümüş ol. Başqa da bir yol yoxdur. Bunu demir şirkət. Baxın, diqqət eləyin orada variantlara, nöqtələrin qarşısına. Birinci variant 10 şəxsi dəvət, ümumi 20. Yəni sizin 10 şəxsi referalınız olmalıdır linkinizdən gələn və ümumi komandanızda 20 nəfər olmalıdır. Yəni bu yerdə qalan 10 nəfər var. Bu 10 nəfər o sizin şəxsi dəvətinin dəvəti. Bax bu şəkildə olacaq. İkinci variantda siz 3 bronz yetişdirməlisiniz. Bronz nə idi? 2 şəxsi dəvəti olan 2 vur 2 idi yəni. 3 bronz yetişdirməlisiniz, yenə ümumi 20 olmalıdır. Və son 3-cü variantda isə 3 ayrı referalınızdan 6 nəfər üzv gəlir, ümumi yenə 20 olur. Bax, bu şəkildə, bu variantlardan birində siz gümüş karyerasını açırsınız. Gümüş karyerası açıldısa, sandığın da ağzı açıldı və pullar tökülməyə başladı. Deməli, mənim dediyim xanım Xəyalə bax, gümüş karyerasındadır və 2 həftədir, o pasiv qazancdadır. Deyir, mən qeydiyyat edə bilmirəm, başım çox qarışıqdır, amma keçən həftə $68 götürdü, bu həftə $97 götürdü, maşallah olsun, Allah daha da çox eləsin. Deməli, gümüş karyerasında sizin 4 dərinliyiniz açılır. Birinci, sizin referalınızdır, siz ondan əldə eləmisiniz faiz. Daha sonra onun dəvətindən, yəni sizin ikinci dərinliyiniz. Onun dəvətindən, referalınızın dəvətindən əldə edirsiniz 10%, üçüncü dərinliyinizdən əldə edirsiniz 5% və dördüncü dərinliyinizdən əldə edirsiniz yenə 5%. İndi düşünün, siz bunları etdiniz. Tutalım ki, deyirəm, gəlin belə götürək ki, 10 şəxsi dəvət eləmişsiniz, həmin dəvətlilərinizin də dəvətlilər olub, ümumi komandanızda 20 üzv olub, siz gümüşsünüz. Və artıq dəvət eləyə bilmirsiniz. Amma 3-cü xəttdə olan, yəni sizin dəvətiniz Səma idi, onun dəvətlisi Sevda idi, onun da dəvətlisi Sevgi.
Sevgi bir aktiv çıxıb ki, sizin üçüncü xəttinizi partladır da day. Bu həftə 5 dəvətli elədi. Siz həmin 5 dəvətlidən 5% qazanc götürürsüz. Çünki sevgi sizin üçüncü xəttinizdədir. Daha sonra sevginin də dəvətlisi var. A, arzu. Arzu da gəldi. Sevginin bir dəvətlisi yoxdur bu arada. Sevgi dəvət eləyib 5, 10 və onun dəvətlilərindən də biri Arzu. Yenə Adalav çıxdı, imkanları gördü. Dedi mən Livgoodla ev tikdirəcəm, xəyallarımı gerçək eləyəcəm. Arzu da başladı işləməyə. Amma siz gəlmisiniz, 10 şəxsi dəvətinizi eləyib oturmusunuz. Və siz Arzunun da dəvətlərindən 5% qazanc götürürsünüz və oturub bu rəqəmləri hesablasaz, o qədər möhtəşəm qazanclar eləyir ki, komanda hər həftə, bunu unutmayın, biz hər həftə qazanc götürürük. Bu ayda 4 dəfə qazanc eləyir. Bu qazanclardan əlavə bir dəfə də biz aylıq matrix qazancı götürürük. Yəni ayda 5 dəfə biz qazanc götürürük. Deməli növbəti karyeranı izah edəcək. Bu qızıl karyerasıdır. Hal-hazırda mənim olduğum karyeradır. Bu arada mən heç özümü təqdim etmədim. Nə gözəl. Yəqin ki məni tanıyırsınız. Adım Sevincdir. İlk dəfə bir insan görürsünüz, bəlkə də təlimin ortasında özünü təqdim eləyən. Deməli, 7 ildir ki, mən network marketinqdəyəm, qızlar. Ən gözəl şirkətlərlə əməkdaşlıq eləmişəm Azərbaycanda. Hətta bugün səhər bir sponsorum Ağazadə Sevinclə danışanda deyirik ki, həqiqətən də biz Azərbaycanda ən gözəl şirkətlə əməkdaşlıq eləmişik. Baxmayaraq ki, şərtləri çətin olub. Bəli, bir vaxtlar çox öndə getdiyi vaxtlar olub, amma sonradan o şərtlər insanlara çox-çox çətin olmağa başladı. Həmin şirkətdə qızıl direktor olmuşam. Əlavə 18-15% qollarım olduğu üçün şirkətdən inanılmaz qazanclar götürmüşəm. O qazanclarla ev tikdirmişik, əlavə bizneslər qurmuşuq. Həyatımızı 180 dərəcə dəyişmişik. Allah edən hər kəsə nəsib eləsin network marketinqlə qazanmağı, isti yuvasında, övladlarının yanından qazanmağı çox gözəl bir hissdir, inanılmaz bir hissdir və bu hissi hər birinizə arzu edirəm. Hal-hazırda Livgooddayam. Bir ay 12 gündür buradayam və bu platforma, nə bilim, mən bəlkə də networkdan gedərdim. Livgood mənim qarşıma çıxmasaydı. Çünki həqiqətən də insan çətin şərtlərdən, insanlara istədiyini verə bilməməkdən yorulur. Və mən Livgoodun imkanlarını görəndə, burada bu qədər rahat biznes planın olduğunu görəndə, bu biznes planla Azərbaycanda nələr edə bilərəm? Bax, bu gəldi mənim gözümün qarşısına. Azərbaycanda olan 80% xanımların bu imkanlara hər deyəcəyini düşünəndə, yəni nə qədər zəif şəbəkəçi olasan ki, bu imkanla başlamayasan. Və bu Livgoodun bu imkanlarla, bu möhtəşəm biznes planla o qədər mükəmməl nəticələr əldə edəcəksiniz, qızlar. Özünüzə inanın, gücünüzə inanın. Hər biriniz ən az potensialı olan insan belə burada rahat şəkildə qızıl ola bilər. 30 şəxsi dəvət nə deməkdir? Digər komandalarda 50-70 dəvətlər eləyirdi ki, insanlar hansısa bir rütbəyə gəlsin, rütbə açsın, 3 ay, 5 ay işləyirdilər. Yəni burada rahat şəkildə siz biznes plan üzrə qazanclarınızı əldə edəcəksiniz. Heç bir şübhəniz belə olmasın. Və qızıl karyera üçün bizə nə lazımdır? Qaydaq təlimə. Qızıl karyerasında sizin 6 dərinliyiniz açılır. Dərinlikləri sağ tərəfdə görə bilərsiniz. 50, 10, 5, 5, 3, 2. İndi bunu ətraflı şəkildə izah edəcəm birazdan. Keçək nə etməliyik qızıl karyerasını açmaq üçün? Yenə burada şirkət bizə bir neçə variant verir. Get 100 dənə dəvət elə demir. Deyir, ya 30 şəxsi dəvət et, ümumi 100 olsun. Bu nə deməkdir? Az öncə gümüşlü izah etdiyim kimi, sizin şəxsi referalınızdan 30 nəfər qeydiyyatdan keçir və bu insanlardan, misal üçün deyirəm, 5-i 6-sı başlayır tap-tap dəvət eləməyə. 3 nəfər, 5 nəfər, 10 nəfər və ümumi komandanızda 100 nəfər tamamlanır. Siz olursunuz qızıl. Təbriklər alırsınız, hamı sizi alqışlayır. Ən əsasda həftəlik, aylıq yüksək qazanclar əldə edirsiniz. İkinci variant nədir? Siz 3 gümüş yetişdirirsiniz. Yəni sizin komandanızda 3 gümüş karyerasında olan lider olur və yenə ümumi 100 olmalıdır. Amma bu 3 gümüş eyni xəttdə olsun, dəvətinin dəvəti olsun.
Belə bir şey yoxdur. Dəvətinizin dəvəti ola bilər. Amma siz ondan gümüşü aldınızmı? Artıq başqa bir referalınızdan almalısınız. Yəni, bax, üçüncü variantda da qeyd olunduğu kimi 3 ayrı tərəfdən, 3 ayrı referaldan gəlməlidir bu gümüş və yaxud da 30 nəfər. 3 ayrı tərəfdən 30 nəfər gəlir. Ümumi say 100 olur və siz qızıl rütbəsini açırsınız. Bu arada qızıl rütbəsini açaraq siz dekabrda keçiriləcək Antalyaya çox gözəl bir səyahət qazanacaqsınız qızlar. Yəni bunu qaçırmayın. Həqiqətən möhtəşəm bir imkandır, möhtəşəm bir təklifdir. Zaten siz bura qazanca gəlmisiniz. Qızılda çox gözəl həftəlik qazanclar, aylıq qazanclar, dərinlik qazancları götürəcəksiniz. Bu öz yerində. Amma inanın mənə, insana ildə bir dəfə o səyahət sanki beynin formatı kimidir. Başqa da heç nə demirəm. Özünüzü səyahətlərdə format etmiş olacaqsınız. Deməli, indi gəlin baxaq tərəfdə olan dərinliklərə. Demişdik ki, sizin birinci referalınızdan 50% qazanc götürürsünüz. Daha sonra onun dəvətlərindən 10% qazanc götürürsünüz. Dəvətinin dəvətindən 5% qazanc götürürsünüz və bu şəkildə aşağıya doğru gedir. Misal üçün deyirəm, sizin birinci dəvətliniz Sevda idi. İkinci dəvətliniz Sevgi idi. Üçüncü, onun da dəvətlisi Sevinc idi. Belə deyək ki, nə arzu, nə sevda işləmədi. Amma dəvətinin dəvəti sevinc işləməyə başladı. Və sevincin dəvətləri oldu. O da sizin üçüncü xəttinizdədir. Yəni siz ondan 5% qazanc əldə edirsiniz. Siz sevincin bütün dəvətlərindən hər həftə qazanc götürürsünüz. Bax, dərinlik bu deməkdir və siz bu dərinlikdən əldə edəcəyiniz həftəlik qazanclar möhtəşəm rəqəmlər, möhtəşəm dollarlar əldə etmiş olacaqsınız. Yəni bunu sadəcə sınayın. Bir həftə, 10 gün, bir ay, bax bu dediyimi sınayın. Gəlin gümüş rütbəsinə, açılsın 4 dərinliyiniz və təbii ki, mənim dediyim kimi bir 10 partnyor dəvət edin və onlardan 3-ü başlasın işləməyə. Onlar işləməyə başlayanda axı sizin 3-cü xəttiniz açılır, 4-cü xəttiniz açılır və siz misal üçün deyirəm, bir həftə dayanın. Deyin, görün bir bu dərinlikdən mənə nə qazanc gələcək. Və şirkətimizin ən çox sevdiyim özəlliklərindən biri, qızlar, 90% şirkətlərdə siz heç vaxt qazancın necə hesablandığını, hardan gəldiyini bilə bilmərsiniz. Böyük dövriyyələr yaradarsınız, 10 min, 20 min, 30 min. Amma bilə bilmərsiniz ki, o 30 min dövriyyə necə hesablandı? Bu 300 manat sizə necə gəldi? Yəni bunu bilə bilmərsiniz. Amma siz Livgood kabinetinizə daxil olur və deyirsiniz ki, mən bir baxım nə qazanmışam, baxırsınız, aha, 50 dollar qazancınız var. Amma siz dediyim kimi bu həftə heç bir dəvət eləmədiniz. Siz o 50 dolların üstünə basaraq hansı dərinlikdən gəldiyinə, kimdən gəldiyinə qədər görə bilərsiniz. Baxın, sistem necə şəffaf şəkildə qurulub, şirkət sizdən heç nə gizlətmir, hər şey sizin göz önünüzdə eləyir, qazanclarınızı da sizə şəffaf şəkildə paylayır. Platin karyeri qızıl karyerasından sonra açılan növbəti bir karyeradır. Gördüyünüz kimi burada dərinliklər daha da çoxalıb. Mən 8 dərinlik qeyd eləmişəm, amma biz keçən dəfə sponsorum Sevinclə baxırıq ki, ona 10 dərinlikdən belə qazanc gəlib. Bu deməkdir ki, platində sizə 10-cu, bəlkə də 11-ci, 12-ci dərinlik açılır. İndi dərinliyi izah edirəm sizə. Gəlin görək platin karyeri necə açılır. Yenə burada şirkət sizə bir neçə variant verir. Demir ki, get 500 nəfər şəxsi dəvət et. Deyir ki, platin karyeri üçün ya 100 şəxsi dəvət et, ümumi 500 nəfərlik komandanda insan olsun. Ya deyirsən komandanda 3 dənə qızıl yetişdir. Təbii ki, bu 3 dənə qızıl eyni xəttdə olmasın, 3 dənə ayrı xəttdən gəlsin, ümumi 500 nəfər olsun, ya da 3 ayrı referalından 150 nəfər gəlsin və yenə say ümumi 500 nəfər olsun. Bu o deməkdir ki, bizim komandamızda 500 nəfər insan olmalıdır və biz qeyd olunan 3 variantdan biri ilə, ya 100 şəxsi dəvətlə, ya 3 qızılla, bax, yanı qeyd edirəm, amma bəzən partnyorlar çaşır, elə bilir ki, həm 100 şəxsi dəvət eləməlidir, həm 3 dənə gold yetişdirməlidir. Sən get 3 dənə şəxsi dəvət elə, 3-ünü də qızıl elə. Sən platinsən. Yəni şirkət
İkinci növbədə partnyor sual verir ki, mən həm 3 qızıl yetişdirməliyəm, həm də 100 şəxsi dəvət etməliyəm. Belə deyil. Bu variantlardan birini eləməlisiniz. Amma təbii ki, ümumi say 500 o öz yerində. Və platin karyerasında bizdə 8 dərinlik açılır. Sağ tərəfdə də bu dərinlikləri görə bilərsiniz. 50, 10, 5, 5, 3, 2, 2, 1 və bayaq da qeyd etdiyim kimi siz dəvətlər etmisiniz. Həmin dəvətlərinizdən ikisi başlayıb işləməyə, onun da dəvətinin dəvəti var və bu şəkildə siz hər həftə, hər ay dərinliklərdən qazanc əldə edirsiniz. Hər birinizə dünyanın nömrə 1 şirkəti ilə, Business for Home-da zirvədə dayanan şirkətlə bol qazanclar arzulayıram. Həftəlik, aylıq yüksək gəlirlər arzulayıram. Gözəl karyeralar arzulayıram. Unutmayın, hər şey sizdən başlayır. Sizin inamınızdan, sizin gücünüzdən başlayır. Əgər ki siz hədəfə fokuslanmısınızsa və burada qazanclar əldə edəcəyinizə ürəkdən inanırsınızsa və bunun üçün əmək verməyə hazırsınızsa və bunu edirsinizsə, mütləq şəkildə siz qazanırsınız. Hər birinizə uğurlar. Təlimi dinlədiyiniz üçün təşəkkür edirəm.